Yuxuda həyat yoldaşının öldüyünü görmək və ağlamaq nəyə yozulur? Uzun müddət maraqlanan bir insanla çox xoşbəxt olmaq deməkdir. İnsanın evlilik həyatında çox sevildiyinə, dəyər verildiyinə, əziz tutulduğuna və bu hiss və rəftarların qarşılıqlı olduğuna, yəni həyat yoldaşına qarşı eyni hisslərə sahib olduğuna və rəftarlarının birə bir olduğuna işarədir. Yuxuda ailədən birinin öldüyünü görəndə ağlamaq nəyə yozulur? Yuxuda ailədən birinin öldüyünü görəndə ağlamaq nəyə yozulur? Bu çox xeyrə yozulur, bəlalardan qurtulur, rifah tapır, mənəviyyat tapır, canındakı darıxdırıcılıqdan, boşluqdan xilas olur. Yuxu sahibinin düşdüyü mənasızlıqdan qurtularaq həyatına mənə qatacaq inkişaflar yaşamaq deməkdir. Əski yuxuda ölmüş nənəsini qucaqlayaraq ağlamaq nəyə yozulur? Yuxu görən insanın öz mahiyyətinə və keçmişinə dəyər verdiyinə, bu iki məfhumun onun üçün çox müqəddəs və dəyərli olduğuna, itirdiyi hər insan üçün ruhunun, qəlbinin bir parçasının qırıldığına və bu da onu yaradır. Onun üçün böyük bir emosional çöküş, itirilmiş həsrət, kədər və qəm deməkdir.